Müalicə və əhəmiyyətə malik limon dibçəklərdə və istixanalarda yetişdirilir. Yuxarı Əndəmic kəndindəki təsərrüfatçı Mürşid Hüseynovun istixanada yetişdirdiyi limonlar torpağa və zəhmətə sevginin bəhrəsidir. Limonçuluqla məşğul olan sahibkar deyir ki, yaxşı becərildikdə torpağa əkilən hər ağac bar verir. Bu şərtlə ki, gərək aqrotexniki tədbirləri vaxtında həyata keçirəsən. Bunlar heç bir dərman görmür. Bax, bunlar dərman işləndirilmir. Evdə necə ki, uşağa qulluq eləysən, hər bir ağac bir övladdır. Eləsi var qabığı qalındır, eləsi var nazikdir. Amma qoxusunda fərq var. Onu dərəndə hiss eləyirsən ki, bu Ordubat limonudur. Bunu yoxsa hər yerdən gəlirlər, ağacını alırlar, aparırlar, qalmır. O torpağına, havasına görə qalmır. Nazik qabığı, bol şirəsi və bənzərsiz dadı ilə tanınan Ordubadın bu brend məhsulunun özünə məxsusluğu həm də ondadır ki, bu gördüyünüz bax bu meyvələr, bax bunu sahibkardan başqa heç kim qopada bilməz. Onu başqa adam dərəndə o küsür, inciyir. Ordubadlılar limonu təkcə dədə-baba məşğuliyyəti kimi deyil, həm də qazanc mənbəyi kimi inkişaf etdirirlər. Hazırda istixanalarda limonun bir ədədi 3-4 manata satılır. Bizim də dolanışığımız bu limondan. Hər yerə gedir bu limon. Bakıda gedir, rayonlarına da gedir, lap belə Moskvaya qədər bu limon gedir. Bu qalası meyvə də. Ən yaxşısı da odur ki, ilin bütün vaxtlarında limon ağaclarının üstündə meyvəsi var. Satışının da vaxtı vədəsi yoxdur. İlin bütün fəsillərində çiçəkləyən ağaclarda həm göy, həm də yetişmiş limon görmək mümkündür. Süfrəniz bərəkətli, çayınız limon ətirli olsun. Hafizə Əliyeva, xanım Rüstəmzadə, Emin Novruzov, NTV Xəbər.